Hal-hazırda gördüyünüz kimi satış köşkündəyik. Satış günü demək var ki, işləri yekunlaşdırmaq üzrəyik. Son mərhələ işlər görülür. Bu günü ya sabah artıq pəncərələr sifariş olunmuş, pəncərə qapı ya bu gün də alınmasa sabahı mütləq gələcək. Qapı pəncərə yerinə qoymaq qalır. Ondan sonra yerin qapı pəncərə qoyandan sonra yerin metal vurulacaq. Metal vurulandan sonra isə boya işlərimiz qalır. Boya işlərindən də sonrası axırda isə gördüyünüz artıq lampalarımız da hazır vəziyyətdədir. Artıq bazar lampalarımız da çöldə burada yer hazırlamışıq. Bax, kabellərə və burada birləşdirəcək divara. Çox gözəl bir görüntü olacaq burada. İnşallah satış köşkündə haradasa bir həftəlik kosmetik işlərlə bərabər işlərimiz qalır. Artıq bura yekunlaşmaq üzrədir. Bir həftə inşallah buranın tam hazır vəziyyətdə olacaq inşallah. Gördüğünüz gibi artık biz demək var ki, satış köşkünün əsas çətin işləri hamısı arxada qalır. Xırda işlər qalır, o da gözəlləşmə, kosmetik işlər. İnşallah bir həftəyə bura tam start vəziyyətində olacaq. Artıq kənd məşqləri bir həftədə burada yerləşdirməyə başlayacaq. Bu yazı elektrik xətti var. Gördüğünüz gibi artık biz muzey tikilən yerdəyik. Muzey içində biz artıq yeri burada Urvenç səviyyəsinə gətirmişik. Profilləri yerə bastırmaq üçün artıq burada biz 1 metrlik quyular qazmışıq. Profillər quyularda betonlanacaq və iki tərəfli buna dam örtüyü olacaq, üstündə olacaq. Altında burada betonlanacaq, beton lövhə kimi düzələcək. Gördüyünüz materiallar da artıq hazırdır. İnşallah qısa müddətdə artıq bunda əsas işləri tamamlanacaq. Əsas odur ki, bütün materiallar, hər şey öz yerindədir. Biz istədiyimiz dizaynerdə onu həyata keçirərik. Çalışırıq ki, biz bunu biraz əski modelə salaq ki, dəmirçi dükkanın formasına uyğun olsun. Matadır, metlaqları vurmaq üçün, sementdir, beton işləri üçün. Artıq biz piknik yerindəyik, çay kənarında. Artıq BSTK işlərimizin işləri tamamlanır. BSTK işlərimizdə gördüyünüz kimi metlaq işləri qalır. Metlaqlar da indicə bugün başlayacaq, start verilir. Metlaqlar inşallah bugün başlayıb vurulacaq BSTK-ların metlaqları. Bax, sağ tərəfdə də orada hamarlıqda. Uşaq aksesuarların üçün yer oranı nəzərdə tutmuşuq. Və orada indi növbəti həftənin bazar günü həmin uşaq aksesuarları da orada qurulacaq. Buranın metlaqı dəyəndən sonra növbəti BSTK-nın metlaqına keçəcək. Artıq metlaqların da qurulması var, 3-4 günə quruyacaq. Ondan sonra bu BSTK tam hazır vəziyyətə gələr. Artıq boya işləri də bitib, metlaq işləri qalıb. Demək var ki, BSTK-larda da işləri yekunlaşdırmaq üzrəyik. Bu işlər qutarandan sonra isə bunların mizsul işlərin həll olunacaq. Çünki hər işin nişan əslində eyni şeyi göstərmir. Birinə bunu bir... Hal-hazırda biz piknik yerindəyik. Piknik yerində biz BSTK-lar və uşaq aksesuarları nəzərdə tutulmuşdu. İndi piknik yerində də biz özbələ bir tövbə kimi layihə
də olmayan, məsələn biz bunu belə bir şey yaratdıq, özümüzdən bunu eləmişik, öz büdcəmizdən. Yəni burada gələnlər də bu ayaq yoludan burada istifadə eləsinlər, normal bir şərait burada olsun. Bunu yəni layihədən kənar, yəni layihənin içində özümüz eləmişik, tövbə kimi eləmişik biz bunu, yaratmışıq. Dedik ki, bura ayaq yolu olması ayıb olar.